Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır. Hər vaxtınız xeyir, baş həkimə baxırsınız. Yan gələn kimi çoxumuzda eyni təlaş başlayır. Qısa müddətdə sürətlə çəki atmaq və formaya düşmək. İnternetdən tapılan, dost-tanışdan eşidilən və ya sosial şəbəkələrdə dəb olan o möcüzəvi pəhrizlər isə çox vaxt arzuladığımız bədən quruluşunu yox, daxili orqanlarımızın sıradan çıxmasını bəxş edir. Öz başına saxlanılan o ac pəhrizlər daxili sistemimizi elə alt-üst edir ki, sonradan bərpası illər alır. Bəs yayda sağlam arıqlamanın elmi yolu hansıdır? Maddələr mübadiləsini pozmadan çəkini necə nizamlamaq olar? Studiyamızın qonağı endokrinoloq Hidayət Məmmədzadə yay aylarında özbaşına pəhrizlərin bədənimizə vurduğu gizli zərbələrdən və sağlam pəhrizdən danışacaq. Xoş gördük, doktor. Təşəkkür edirəm dəvətimizi qəbul edib gəldiyinizə görə. Çox xoş oldu. Və həqiqətən də həkim məsləhəti olmadan saysız insanlar, elə mənim ətrafımda da var elə bir adamlar, özbaşına pəhriz edir. Bəli. Mən çörək ümumiyyətlə yemədim, şirniyyatı çıxartdım, duzu çıxartdım qidadan və 10 kilo, 15 kilo arıqladım. Bəli. Sözün əsl mənasında doğrudan da arıqlayırlar. Bəli. Amma hansı orqanizmimizin, Bəli. hansı, nəyi biz zədələyirik biz Bəli. əslində? Bəli. Hülya xanım, çox təşəkkür edirəm. Tamaşaçılarımızı salamlayıram. Çox gözəl aktual məsələyə toxundunuz. Piyələnmə bütün dünya üçün qlobal bir məsələdir. Bu sadəcə çəkim məsələsi deyil. Yadda saxlamaq lazımdır ki, piyələnmə xronik bir xəstəlikdir və ictimai bir sağlamlıq problemidir. Bütün dünya üçün, bizim ölkəmiz üçün də aktual bir məsələdir. 200-dən çox xəstəliyin risk faktorudur. Siz pəhrizlərin özbaşına edilən xətalardan danışdınız. Bəli, pəhriz özbaşına olursa, özbaşına bu dərman qəbul etmək kimi bir şeydir. Yəni, heç bir şey özbaşına olunmalıdır. Heç bir dərman özbaşına qəbul olunmamalıdır. Biz insan mühəndisiyik, həkimik və illərimizi verdik, piyələnmə metabolizm üzrə mütəxəssisiyik, bu işin uzmanıyıq. Buna görə bu xəstələr, insanlar bu məsələlərdə mütləq şəkildə həkimlə məsləhət etmədən sağlamlığının risk altına atmamalıdırlar. Düşünün, saatınız xarab olundu, özünüzmü təmir edirsiniz? Neysə, evdə bir məşəd əşyanız, kondisioneriniz, soyuducunuz bir pozulursa, maşınınız, bunu özümüz etmirik. Bunu mütləq işi mütəxəssisinə göstəririk ki, diaqnostik olunsun, görək nədir. Bu insan orqanizmə söhbət gedir. Bu həyatı bir dəfə yaşayırıq və bu həyatı sağlam yaşamaq hər bir insanın haqqıdır. İnternet kontrolsuz dünyadır, nəzarətsiz dünyadır və internetdə yazılan deyək, standart pəhriz məsələləri insan üçün deyil. Google olsun, ChatGPT olsun, insana empati qura bilməz. Biz insan mühəndisiyik, amma insanı anlayaraq, empati quraraq, araşdıraraq, fərdi müalicə təyin edərək xəstələrə yardım edirik. Yəni, pəhriz məsələsi dedikdə əslində biz bu işi məhdudlaşdıra bilmərik. Pəhriz deyilən bir şey əslində sağlam həyat tərzinin bir parçası olaraq qəbul etməliyik. Sadəcə pəhrizlə bu iş olmur. Xəstəmiz deyək, misal üçün gəlir, çox doğru deyirsiniz. Gəlib deyir ki, doktor, mən 10 günə necə arıqlaya bilərəm? Nəinki yay fəsli, toy olacaq, nə bilim, hər hansı bir mərasimə qatılacağım. Yay vaxtında düz deyirsiniz, artıq çimərli mövsümləri başlayır, insanlar istəyir daha fit görünsün. Amma bu qısa müddətli kilo verməyin o qədər zərərləri var ki, mən ac qalım, yeməyim. Mümkündür bu da, amma bu insanlarda öddaşı olur. Yaxud insanlar dost-qonşu məsləhəti ilə pəhrizlər edirlər, yaxud möcüzəvi arıqlama dərmanları, iynələri istifadə edirlər. Birisi bunların fəsadları ilə gələn bizim nə qədər xəstələrimiz olur. Öz başında deyək, iynəni alır, vurur. Əslində qalsa, dərman vasitələrinin ümumiyyətlə bu insanlar qəbul gedib apteklərdən dərman almağı əslində qanunla məhdudlaşdırılmalıdır. Mənim düşüncəmcə, necə ki, deyək, narkotik, psixotrop dərmanlara xüsusi elektron reseptin olduğu kimi, arıqlama iynələrə daxil verilən preparatlar da mütləq həkim reseptin olmalıdır. Öz başına insan gedib onu almamalıdır. Ən azı bir məhdudiyyət olmalıdır ki, həkimə get yoxlan. Yəni, biz bir xəstə piyələnmə ilə gəlirsə, elə insan olub ki, deyir, doktor, siz mənim 19-cu həkimimsiniz. Mən bəlkə də dünyada olan nə qədər pəhrizlər hamısını istifadə etdim. Çəki verirəm, gel alıram. Çəki verirəm, gel alıram. Öd daşım oldu, nə bilim, filan təzyiqim düşdü, imunitetim düşdü, xırda bir qripdən pnevmoniya oldum. Baxıb görürük ki, insan həqiqətən piyələnmə xəstəsi, çəki ilə mübarizə aparır. Amma üsul doğru deyil. Siz deyək, iyun ayından iyul ayına 10 kilo verirsiniz, sentyabr 15 kilo geri alarsınız. Üsulda deməli problem var. Yəni, bu özbaşına və yaxud da azlıqla mübarizədə olan xətalar nələrdir? Hülya xanım, öd daşı riski, əzələ kütləsi itməsi. Biz buna tibbində sarkopeniya deyirik. Yəni, siz piydən yox, əzəldən itirsinizsə problemdir. Yəni, piydən itməsi üçün dirənc, müqavimət idmanları olmalıdır.
yuxu rejimi qaydasında olmalıdır, açıq havada olmalıdır, yetərli su içməlidir. Bəzən də piyələnmənin xəstəliyi heç qidalanma ilə bağlı olmur. Kuşin xəstəsi idi. El arasında bilinən zob dediğimiz tiroid vəzi problemidir. Bəlkə bir diyabeti var, mədə-bağırsaq bir problemi var. Bu insanlara pəhriz fərdi şəkildə olmalıdır. Mənə 10 dənə deyib bir gündə qəbul etdiyim diyabet xəstəsi olur, heç birinin resepti eyni deyil. Çünki insanlar fərqlidir, insanlar müxtəlifdir. Amma mən qidalanmanın ümumi prinsipləri anladıram insanlara. Bizim bədənimiz üçün ən vacib lazım olacaq qida maddəsi, belə deyim, sudur. İnsanlar su içmir. Suyu ancaq susuzlayanda içir. Bu çox yanlış, doğru bilinən bir O da xətadır. əgər içirsə. Bəli. Və Hidayət doktor, maraqlıdır, mən bayaq qeyd etdim. İnternetdə hər birimizin qarşısına çıxır. 3 günə, hətta 3 günə piyələnmədən azad olmanı və çaylar təklif olunur. Detoks, Bəli. çaylar təklif olunur arıqlamadan. Nədir onların Bilirsiniz, tərkibində? Nədən ibarətdir bəli, onlar? Bəli. Bilirsiniz, bunların içərisində çox vaxt o bioloji aktiv əlavələr ki var, dərmanlar ki var, internetdə satılan o standart qida əlavələri ki var, onlar üstündə yazılır ki, dərman vasitəsi deyildir, ilac deyildir. Yəni, insan bu dərmandan, bu vasitədən belə deyim, zəhərlənsə də, ölsə də, o şirkət məsuliyyət daşımır. Çünki üstlərinə yazılır, dərman deyildir. Bəzən onların içərisində arıqlanma effekti olan dərmanlar toksiki dozalarda, supraterapevtik dozalarda olduğu üçün qısa müddətli effekt almaq bəli mümkündür. Amma orqanizm üçün nə qədər zərər verdiyini insan bəzən fərqində olmur. Yəni, ona görə amma dərman vasitəsi könüllülər üzərində, heyvanlar üzərində, eksperimental tədqiqatlar, çalışmalar üzərində həkimlərə təqdim olunur ki, bəli, bunu qəbul etsə insan sağala bilər, şəfa görə bilər, fayda görə bilər. Bioloji aktiv əlavələr mən heç bir xəstələrə yazmıram. Yəni, adi vitamin belə kompleksləri olsun, onlar belə yoxlanmadan verilməməlidir. Yəni, dərman vasitəsi həkim tərəfindən təyin olunmalıdır. Hər bir ağlı başında olan insan da öz sağlamlığını riskə atıb, internetdən, nə bilim, müxtəlif o alış-veriş saytlarından dərman sifariş verməməlidir. İnsan sağlamlığını belə riskə atmamalıdır. Ola bilər fikirləşər ki, başqası üçün verilən pəhriz dərman sizin üçün zərərli ola bilər. Yəni, kimsə əgər, misal üçün, 10 gün içərisində deyək ki, 10 kilo arıqlayırsa, günə 1 kilo gedirsə, bu da xətalı bir şeydir. O sudan və əzələdən itirir. Əzələ itirirsə, zülal itirirsə bədən sonra sallanır. Vitaminlər itir, mikroelementlər itir. Bəli, yəni zülal itirirsə, immunitet itir. Hormonlar, fermentlər hamısı zülallardan ibarətdir. Yəni, bizim doğru bildiyimiz xətalar var, yanlışlıqlar var, əhali arasında bildiğimiz. Bizim mətbəximiz çox zəngindir. Azərbaycan qida cənnətidir. Amma çalışaq orqanik yeyək. Yəni, proteini məhdudlaşdırmaq olmaz. Möcüzəvi pəhrizlərin sonu məyusluqla bitir. Mütləq şəkildə lazımdır, yəni bunu sağlam şəkildə etmək. Bizim üçün günə 100 qram, həftəyə 1 kilo, aya 4 kilo ən idealıdır. Yəni, sürət, bu marafon qaçış olmalıdır. Qısa müddətli qaçış məsafə deyil. Pillə-pillə. Pillə-pillə olmalıdır. İradə və, belə deyim, təbii ki, dəqiqləşdiricidən araşdırıldıqdan sonra verilən müalicə fərdi və səbir məsələsidir. Qısa müddətli çəki verdiniz, bir aydan sonra həmin çəkini 2 qatını aldınız. Belə mən onu, siz bayaq da qeyd etdiniz. Olmadı ki. Nə baş verir onda? Həqiqət elədir. Arıqlayır və birdən görsə, hətta mədə... Çünki həyat tərzi qaydasında deyil. Əməliyyatlar keçirənlərdə də elə olur. Vərdişlər qaydasında deyil. Yəni, insan özü dəyişməlidir. Yəni, siz bu insan olaraq pasiyentimi deyirəm, misal üçün, sən dəyişib başqa bir insan olmağın lazımdır. Nədir? Xəstə çəkidən danışır, mən danışıram yuxudan. Yuxunun keyfiyyəti, müddəti o qədər önəmli bir şeydir ki, siz gecə saat 3-də yatıb gündüz saat 3-də dura bilərsiniz. Deyək 7-8 saat yuxunu aldınız, amma xronotip pozuldu. Yəni, arıqlama üçün lazım olacaq hormonlar gecə işə düşür. Dərin yuxu fazı keçmək üçün saat 2-də deyək, piyələnməni yağlara parçalayan hormonların dərin yuxu fazasında sekresiyası üçün dərin yuxunu vaxtında vermək lazım. 11-12 yatmaq lazımdır. Bizim görə əhalidə neçə faiz saat 11-12-də yatır? Bütün şəhər cümül cəmaat oyaq, yatmır. Telefon, inaktiv bir həyatda. 10 dəqiqə baxımda baxırsan 2 saat telefonda, Instagramda qalmış. Yəni bu real danışaq. Çox çətindir. Aşağı yuxarı insanlar eyni həyat yaşayır. Qapalı məkan, maşın, ofis, stres, bunlar hamısı. Yəni bilirsiniz, görürsünüz Ülviyə xanım, bir pəhriz məsələsi deyil. Burada kompleks yanaşmaq lazımdır məsələyə. Çalışırım həmişə mən pasiyentlərimə nələrə söyləyirəm, nələrə deyirəm. Tez yatıb tez duranlardan olun. Saat 11-də 12-də yatmağa çalışın, saat 7-də durun, 6-da durun, lap 5-də durun. Yəni əslində qalsa insan biologiyası günəşlə yatıb, günəşlə oyanmağa
uyğundur. Əslində həmişə elə olub da. Bilirsiniz, Kənddə yaşayan insanlar da elə olub. Bəli. Daha erkən yatıblar, tezdən daha da sağlam qalır. Daha da tutublar. modern həyat tərzində 100 il yaşamaq meqapol şəhərlərdə demirəm ki, namümkün bir şeydir. Amma rayonlara, kəndlərimizdə var. Çünki onlar günəş yatıb günəşlə dururlar. Bəlkə də elə ona görə onlar nə qədər yağlı yeməklər yeyibdi, amma həmişə görmüşük bilirsiniz, arıq oldular. Bu qidalanma məsələsi belə bir şeydir ki, həmişə illər boyu, əsrlər boyu ət insanın yaraşığıdır. Yəni necə deyim sizə, piylənməyə zənginlik, gümrahlıq, sağlamlıq əlaməti kimi baxılıb. Bilirsiniz nə üçün? 20-ci əsrin sonlarına qədər bəşəriyyətin ölüm səbəbi aclıq olmuşdur. İnsanlar həmişə ömür boyu uzun sürən aclıq, səfalət, deyək, müharibələrlə mübarizə aparmışlar. İndi təsəvvür edin ki, bu tam tərsinə dönübdür. Artıq piylənmə siqaretdən sonra qarşısına alınan ölümlərin dünyada ikinci səbəbidir. Düşünün nə qədər piylənmə xəstəsi var. Dünya əhalisi, elə bizim öz ölkəmiz dünyanın bir parçasıdır. 25% piylənmə xəstəsi var. 30%-ə yaxın overweight, yəni piylənmə xəstəsi qrupuna girməyən, amma normal çəkin üzərində olan insanlar var. Düşünün ki, küçədə 2 nəfər tapırıqsa, onun biri piylənmə xəstəsidir. Və piylənmə xəstəsində ikisindən biri, bəlkə də ikisindən ikisi də şəkər xəstəsidir. Yəni piylənmə 200-dən çox xəstəliyi bərabərində gətirən, əlbəttə, 200-dən çox xəstəliyi başında bərabərində gətirən bir problemdir. Mən xəstələrə nə deyirəm? Əgər pilləkənin çıxanda pillələrdən tez nəfəsiniz tükənirsə, əyilib corabınız geymək sizin üçün bir problemdirsə, bu siqnaldır. Ayaqqabınızı bağlaya bilmirsə, bir problemdir. Artıq həkimə getməniz lazım. Çünki piylənmə xəstələrində şəkərli diabet riski çox yüksəkdir. İnfarkt riski çox yüksəkdir. Bəzən bu xəstələrdə öd daşı, damar problemləri, 3 böyük xəstəliyi bərabərində gətirir piylənmə. 3 qrupda təsnif edirik. Bunun birincisi mexanik problemlərdir. Ayağa ağırlıq düşür, oynaqları ağrıyır, yezə bilmir, yeriyə bilmir. Varisdə olur, reflüs olur, boğulur, yuxu apneyası olur və s. Mexaniki problemlər, metabolik problemlər, diabet və təzyiq bu ürək-damar risklərə başlayır. Üçüncü psixoloji. İstədiyini ala bilmir, geyə bilmir, çimərliyə getməli, utanır, yoldaşları qarşısında soyunur, istədiyi paltarı geyə bilmir. Yəni psixoloji, mexanik və metabolik problemləri bərabərində gətirən piylənmə başlı-başına qalacaq bir xəstəlik deyildir. Bu da bir xəstəlikdir. Asma kimi, revmatoid poliartrit kimi ciddi bir xəstəlikdir piylənmə və daha da qlobal bir xəstəlikdir. Çünki infarkt riski çoxdur bu xəstəlik, ölüm riski çoxdur. Və nəzərə alsaq ki, biz Azərbaycanlı olaraq, bəlkə də dünya insanları belədir, bilmirəm, amma daha çox biz özümüzdən həmişə misal götürürük ki, son anda həkimə müraciət. Ən axıranda gedirik ki, artıq bəzən xəstə gəlir, görürük ki, misal üçün, insanlar fərqində deyil Ülviyə xanım. Bəzən xəstə deyirəm, misal üçün, boy 150, çəki 90, xanım deyirəm, çəkiniz var, deyir, doktor, mənim nəyim var? Yaxud da çox arıqlamaq istəmirəm, qonşu nə deyər? Stereotiplər, stigmalar var ki, insanlar, çünki hər zaman söylədiyim kimi, köklüyə bir zənginlik, xoşbəxtlik əlaməti kimi baxılıbdır. İnsan fərqində olmaq lazım. Yəni, piylənmə xəstəlikdir, xronik xəstəlik. Bunu öz başımıza etməyək, öz başımıza fərqli saxlamayaq. Mütləq həkimə getmək lazım və hər həkim də bu işi bilməz. Cərrah, deyək, qulaq, burun, boğaz, yaxud da travmatolog bu iş düzdür. O piylənmə bütün həkimlərin qarşısına çəkir. Amma bu piylənmənin mütəxəssisi həkim endokrinoloqlardır və ölkədə kifayət qədər endokrinoloqlar var. Biz bu xəstəni mütləq araşdırırıq, yoxlayırıq. Bəzən piylənmə Kuşin xəstəliyi ilə bağlı olur, tiroid problemlərlə bağlı olur. Onları aradan qaldırır, xəstə düzəlir. Hətta hipofizdə Kuşin olan bir xəstə nə qədər diyetisin yetmişdi. İçəridən, burun içərisindən gizib o kortizol hormonu sekresiya ilə adenomu götürdükdən sonra xəstə 2 ayın içərisində 15-16 kilo arıqladı. Yəni biz bariatrik cərrah deyilik. Xəstə xüsusi pəhriz verməli. Bir-birinə bağlıdır. Yəni bunun diaqnostikası aparılmalıdır. Müalicəsi və iş bununla da bitmir. Bizim ixtisasın fərqli bir xüsusiyyəti var, təqib. Biz mütləq xəstəyə şəkər dərmanı yazırıq, təzyiq dərmanı yazırıq. Piylənməsi üçün mütləq monitorinq edirik. 1 ay sonra görülənə qədər, 2 ay sonra nə qədər. Hətta müalicə verdikdən sonra, müəyyən müddət müalicəni verdikdən sonra, ondan sonraki sağlam həyat tərzi dəyişikliklərini oturtduraraq xəstəmizin kilolarının geri gəlməyini qarşılana bilirik. Həyat tərzi dəyişiklikləri olmadığı üçün bu xəstələr verdikləri kilolar geri alırlar. Hətta iynə vurur, xəstə arıqlayır. Çox gözəl. Deyək, misal üçün 4 ay içərisində 15 kilo verdi. Çox gözəl, pilləli şəkildə arıqladı. Amma həyat tərzi qaydasında deyilsə, yenidən həmin kilolar gələn həmin xəstə, həmin çəkiyə qarşımıza gələcək. Həyat tərzi dəyişiklikləri normal yuxu rejimidir, vaxtına yatıb, vaxtına durmaq, şəkər, duz, un kimi ağ ölümdən qaçmaqdır. Normal, sağlam, orqanik qidalanmaq lazımdır, yetərli su içmək lazımdır. Mütləq fiziki fəaliyyət, addım, hərəkət, mütləq sayı diqqət edilib olunmalıdır. Stressdən, mobil radiasiyadan uzaqlaşmaq lazımdır. Bunlara əməl edilirsə nə gözəl. Təşəkkür edirəm, doktor. Əslində çox asandır riayət, amma o qədər əl çatmaz və çətin görsənir. Sponsor məlumatımız olacaq, sonra biz söhbətimizi davam edəcəyik.
Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti referans ambulans 7/24 hər bir vətəndaşımıza xidmət göstərməkdədir. Ambulans maşınları ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Referans ambulans hava və quru təxliyəsi ilə həyat qurtarmaq üçün saniyələrlə yarışır. Göstərilən xidmətlər isə aşağıdakılardır: təcili tibbi yardım, pediatrik təcili tibbi yardım, pasiyent təxliyəsi, stand-by xidməti, istənilən məkanda müşahidə. Ətraflı məlumat üçün isə siz ulduz 0003 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz. Və maraqlıdır doktor, ən çox nəyi deyilir? Çörək yemədim, arıqladım. Çörək bizə nə verir və yeməyəndə nəyi alır bizdən? Önəmlidirmi bizim qida rasionumuzda çörək? Çox gözəl vurğuluyursunuz. Əslində qidalanma balanslı şəkildə olmalıdır. Vitaminlərdə, minerallarda, suda, zülalda, yağda, karbohidrat da bizim qidamızda olmalıdır mütləq şəkildə. Amma bilirsiniz, orqanik qidalar çox azalıbdır. Yəni qida çoxdur. Amma insanlar qida imitasiya edir. Normal qidalanmaq üçün keyfiyyətli qidalar çox azalıb bütün dünyada. Hələ ən yaxşı Azərbaycanda var. Biz günəş ölkəsi, hər cür bitki bitir, hər cür deyək qida məhsulunu orqanik şəkildə əldə etməyimiz mümkündür. İnkişaf etmiş ölkələr yumurta tapmaq çətindir. Kənd toyuq tapmaq çətindir. Bizim çox gözəl mətbəximiz var. Vallahi elə bizdə də çətindir artıq. Çətinləşir, amma yenə tapmaq mümkündür. Belə deyim ki, bilirsiniz, biz yediyimizdən ibarətik. Sağlam qidalanmalıyıq. Nə yeyilsə ondan ibarətik. Sağlam qidalanmalıyıq ki, sağlam olaq. Yəni sağlam bədəndə də sağlamlıq olur. Önəmli məsələlərdən biri uşaqlar arasında piyələnmənin artmasıdır. Bütün uşaqlar kökə, bulka, şirniyyat narkomaniyası kimi belə deyim mən, epidemiyası kimi var. Şirniyyat olsa yenə yaxşıdır və sabır çuburlar, o çipslər. Bəli, bunlar orqanizm üçün çox təhlükəlidir. Paketlənmiş, bükülmüş qidalardan uzaq olmaq lazımdır. Bilirsiniz, çörək çox müqəddəsdir. Çörək üzərində müharibələr olub. Çörək hər zaman, necə deyim sizə, bizim üçün çox qutsaldır, çox müqəddəsdir. Amma indi o keyfiyyətli un, o keyfiyyətli torpaq, o ekoloji təmiz qidalar çox azalıbdır. Tam buğda, taxıldan hazırlanmış, buğda hazırlanmış, qatqısı olmayan un məmulatlarına istifadə edə bilərik. Amma məhdud şəkildə olmalıdır. Biz dozunu qaçırırıq, çox istifadə edirik, aşırı yeyirik, olmamalıdır. Bilirsiniz, tərəvəzlər. O yağlı xörəkləri çörəyə batırıb yemədinsə nə dadı? Yağdan mən hər zaman yağ yeyilməlidir. Yağda dad var, ləzzət var. Hətta kərə yağı yeyilməlidir. Bəzən həkimlər tərəfindən yanlışdır. Kərə yağı yeməyin, ay zərərlidir filan olmaz. Kərə yağı yeyilməlidir. Yəni bilirsiniz, bəzi insanı pəhri ac saxlayır. O ac insanda artıq stres hormonları artır. Doğru deyil. Yəni orqanizmi bu cür cəzalandırmaq olmaz təbii ki. Yəni mən daha çox xəstə insanlara məsləhət gördüyüm aralıqlı orucdur. Yəni sabah və axşam yemək. Bu daha əslində doğru, daha fiziolojidir. Çünki əsrlər boyu insanlar ha vaxt tapıblar onu yeyiblər. Yağı günə 2 dəfə qidalanmaq olubdur. Yəni 3 dəfə qidalanmaq bədən üçün çox təhlükəlidir. Restoran, ticarət, biznesin artması ilə günorta yeməyi sonralar insanlığa son olubdur. Biz tarixən sabah və axşam yemişik. Səhər yeməyi normal şəkildə yumurta, pendir, süd, tərəvəzlər, yəni bol şəkildə yeyilməlidir. İnsanlar çox və səhər yemək yemirlər, axşam isə intiqamını alırlar. Xəta bunda. Səhər yeməyi ilə axşama qədər arasında heç nə yeyilməməlidir. Atışdırmalar olmamalıdır. Yəni önəmli ipuçlardan bu. Çünki biz hər hansı bir abur-cubur, atışdırma, bir şeylər qəbul etdikdə qanda şəkər artır, insülin hormonu artır. İnsülin yağlara depo edən yeganə hormondur. Yağlandırır. Orqanizm metabolik hafizəsi var. Çünki biz əsrlər boyu hər zaman aclıqdan qorxmuşuq. Acından ölə bilərik. Artıq bir genetikimizdə oturduğu üçün insan biyologiyasında həmişə insan insülin hormonu yağları toplamağa çalışır. Amma atışdırmalar etdikdə insülin hormonu yüksəlir və insülin direnci, müqavimət dediyimiz bir problemlə qarşı-qarşıya qalırıq. Bu olmasın deyə aclıq periodları, pəncərələri açmaq lazımdır. Sabah və axşam. Bu arada sadəcə su içilməlidir. Axşam ət də yeyilə bilər. Yəni meyvə sadəcə biraz az olmalıdır. Meyvə gün ərzində 1 dənə ya 2 dənə. Çünki glikemik indeksi yüksəkdir. Meyvədə mineral var, vitamin var, amma şəkər də var. O baxımdan xüsusən piyələnməsi olan, diabet olan insanlar 1-2 ədəddən, o da mövsüm meyvələrdən artıq olmamaq lazımdır. Tərəvəz, deyək məsələn, yay mövsümünə uyğun olan tərəvəzlərin glikemik indeksi düşükdür. İstədiyi qədər istifadə edə bilərlər. Göyərtilər istədiyi qədər istifadə oluna bilər. Sadəcə olaraq su az içilir. Mənim insanlarımızda, əhalimizdə ən çox problem gördüyüm, dediyiniz bir problem deyərsə, su içən millət deyilik. Biz suyu sadəcə susuyanda ya da çay içərik. Nədən o, doktor? Nədəndir? Nədən biz su içmirik? Niyə ehtiyacımız yoxdur suya? Bu bizim bilirsiniz, biraz da mentalitetimizdən mi deyim, mətbəximizdən, kültürümüzdən irəli gələn şeylərdir. Biz daha çox çaya meyilliyik. Amma çayın yanında tatlı var, şirin və çay dəstgahı var. Bəzən 2 dost oturur, bəzən 3 çaynik gedir, bəlkə də 20 dənə, 30 dənə qənd istifadə edirlər. Fərqli var, buna nə qədər kalori alırlar, doğru deyil.
Su içməyi biz təşviq etməliyik insanlara və suslamadan su içmək lazımdır. Su içməyin də qaydası var. Suyu ayaqüstü deyil, oturaraq, qurtum, yəni otaq temperaturunda ilıq soyuq su içmək mədə üçün Günə də şokdur. 2 litr. Şokdur. 2 litr bizim orta çəkidə insan üçün veriləcək orta rəqəmimizdir, içmək lazım. Amma yeməkdən həmən sonra deyil, meyvələrdən xüsusən həmən sonra deyil. Yəni yeməklərdən əvvəl və səhər oyuna su içmək lazımdır. Çörək isə yenə deyim, az miqdarda istifadə olmalı. Taxıllı, yəni orqanik, əmin olduğunuz qatqısı olmayan çörək istifadə edə bilərsiniz, amma az miqdarda olmalı. O da fərq etmir. Çox Qara olsun, olmalı. lavaş olsun, Ətdə problem fərq yoxdur. etmir. Ət yeyə bilər, ət tox saxlayır. 2 dənə kənd yumurtası ilə, kərə yağına yumurta yeyən insan, uşaq dərsdə gedə-gələ acmaz. Tox qalar. Amma bulku yedisə dərhal acacaqsınız. Çörək yedisə dərhal acacaqdır. Bir də mənə nə maraqlıdır? Bəli. İllər öncə biz hamımız adət etmişdik ki, mütləq şəkildə istər biz hər hansı bir sanatoriyaya belə üz tutanda yeməkxanalarda bizə nə verilirdi? Yeməkxanalarda gündə 3 dəfə qidalanma idi Bəli. və elə bizim evimizin özündə də səhər yeməyini yeyirdik. Mütləq sıyıq olurdu. Sulu yeməklər Yumurta olurdu. və yaxud da nə isə digər Yenə pendir qızartmalar, olurdu. atışdırmalar, bəli. Günorta yeməyində mütləq şəkildə şorba yeyirdik. Bəli. Sonra ikinci deyirdik. Biz ona Bəli. bağçada da elə verirdilər. Bəli, pervitaroid Nə bilim, edilir Qreçka üstünə. olsun, makaron olsun, onun böyründə ət olsun. Bəli. Axşam da yenə eyni yeyirdik və sonra da böyründə bir pirajkisi olsun, nə bilim bir aladik bişirərdik. İndi Niyə biz kökəlmirdik, doktor? İndi Fizik- bir damcı bilirsiniz, yeyirik, kökəlirik. Orqanik qidalar çox azalıbdır. Bu önəmli şeydir. Bir də ki, bilirsiniz, insanların hərəkəti çox azalıbdır, hərəkəti çox azdır. Yəni bu çox önəmli bir şeydir. Söylədiyim kimi insanlar bütün gün ofisdə, masa başında açıq hava görmürük. İndiki insanlar daha çox stres yaşayır. Ailə qayğıları, məişət qayğıları, iqtisadi faktorlar, yəni stres hormonları özü də insanı kökəldir. İndiki insan daha stres yaşayır. Stres keçirdirsə yemək yemək istəyirsən. Bəzi insanlar bəli onunla xoşbəxt olurlar. Düşünün ki, 50 il bundan qabaq insan daha rahat idi, indi bəzən Sovet dövründə hər evdə 10 dənə uşaq vardı, 8 dənə uşaq vardı. Heç valideyn onun qayğısını özləri bir-birini köhnənin paltarını yeyib böyüyürdülər. Amma indi elə deyil. 2 uşağınız var, necə olacağını bilə bilmirsiniz. Gələcəyindən əndişəlisiniz. O 50 il insana daha beyni sakit idi, daha ruhu sakit idi. İndi biz qloballaşan dünyada internet təsiridir. Hansı deyib Braziliyada 2 avtobus toqquşub çaya düşürsə, onu da bu insan alır. Hansı ki, informasiya mənə lazım deyildi. Stres yaşadır. Yəni indiki insan daha çox streslidir. Bu da həmçinin bizim piylənməmizə səbəbdir. Biz piylənmə multifaktorial səbəbdir. O vaxt insana tez yatıb tez durardı. Sadəcə yuxu. Bir dənə yuxunu düzənləmə insan normal həyata dönə bilir. Yəni sağlam yaşamalıyıq, sağlam həyat tərzi tək pəhrizli olmur. Yuxumuz, hərəkətimiz, açıq hava, bunlar olmadıqdan ha pəhriz saxla. Pəhriz saxlasın, hər şey qaydasında, amma evdən çölə çıxıb 100 metr gəzmir. Bu arıqlayamaz ki, arıqlaya bilməz ki. Kompleks baxmaq lazımdır məsələyə. Təşəkkür edirəm doktor. Siz sağ olun. Çox sağ olun belə Geniş mövzudur maraqlı əslində. söhbətə görə, suallarımızı Mən cavablandırdığınıza təşəkkür görə edirəm. və Çox inşallah əhalimizə bizə nəsə bir baxan- faydamız olursa Bəli, bizim üçün nə mutlu. tamaşaçılar da Bizim faydalanacaq. insanlar əhali ən yaxşı yaşamağa, ən sağlam olmağa, ən yaxşı tibbi xidmət almağa haqq edən bir insandır. Mən təşəkkür edirəm. Hər zaman Bir xalqımızın çox sağ olun. xidmətindəyik. Sağ Var olasınız. olun. Studiyamızın qonağı tanınmış endokrinoloq Hidayət Məmmədzadə ilə yay aylarında öz başına edilən pəhrizlərin hormonal fəsadlarından, maddələr mübadiləsinin necə alt-üst olduğundan danışdıq. Gözəl görünmək naminə atılan kör-köranə addımlar təəssüf ki, sağlamlığımızı əlimizdən ala bilər. Unutmayın ki, hər bir bədənin ehtiyacı fərdidir və arıqlamaq ac qalmaq deyil, doğru qidalanmaqdadır. Sağlamlığınızı problem böyümədən vaxtında qoruyun, özünüzə yaxşı baxın və sağlıqla qalın. Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans Ambulansdır.